məsələ əlatır. Gəlir bu cür kanalları bağlayır. Əlbəttə, əgər bir insanın tövhidi yerindədirsə, heç vaxt deməz, biz 5 il, 6 il zəhmət çəkmişdik. Əslində bu şeylərə narahat olmaq lazım deyil. Çünki işlər əgər Allah üçündürsə, Allah yanında da qorunulur. Amma məsələyə bir ayrı prizmadan yanaşaq. Bu da ondan ibarətdir ki, əgər bir xalq, məxsən onun düşünən kütləsi, məxsən mühərriki olan gənclər əgər hərəkət etmirlərsə, o xalqın taleyinin müsbətə doğru dəyişiləcəyini gözləmək yersizdir. Biz bir aydınlaşdırma cihadı meydanındayıq və var gücümüzlə çalışırıq və bu meydanda biz dalı çəkilməyəcəyik, sona kimi gələcəyik. Amma xalq meydana daxil olmalıdır. Əgər istəyirsə müvəffəq olaq, xalq bu meydana daxil olmalıdır. Bugün əgər kanallarımızı vururlarsa, kanallarımızı bağlayırlarsa, bu o deməkdir ki, qabağımıza qoyduğumuz hədəfə yaxınlaşırıq. Hədəf nə idi? Dediyim kimi, təhlil qüdrətini yuxarı aparmaq, xalqın həqiqi kimliyini ona qaytarmaq, Brenda Şafferlərin icad etdiyi saxta kimliyi islah etmək. Deməli, bu cavab verirdi. Bu halda bizim heç bir çarəmiz yoxdur ki, var gücümüzlə meydana girək və mədəni cihadda iştirak edək. Dostlar, aydınlaşdırma cihadı, mədəni cihad həm gecikdirilməsi icazə verilməyən cihaddır, həm də tək-tək hər bir fərdə vacib olan cihaddır. Buna görə hamımız meydana girməliyik. Əmin olun ki, əgər xalqı sevə-sevə, ona xidmət etmək məqsədi ilə və Allaha yaxınlaşmaq məqsədi ilə biz media cihadımızı davam etdirsək, mütləq qalib gələcəyik və bizim qabağımızda heç bir qüdrət dayana bilməz. Biz bu müddət ərzində əlimizdən gələni etməyə çalışdıq, bütün çətinliklərə sinə gərdik və Allah şahiddir ki, Allahın razılığından başqa bu kollektiv heç nə istəmədi. Bunu özünə insanlıq və şəri vəzifə bildi, indisə üzümüzü sizə tuturuq. Düşmən var gücü ilə meydana girib və sizdən xahiş edirik, siz də var gücünüzlə aydınlaşdırma cihadı meydanına girin, YouTube-da müxtəlif kanallar açın, sosial şəbəkələrdə fəal olun və haqq səsi insanların qulağına çatdırın. Bu eyni ilə hər gün alıb evimizə apardığımız gündəlik çörək qədər vacibdir. Beləliklə biz aydınlaşdırma cihadına hamını dəvət edirik. Hamınız bu aydınlaşdırma cihadında iştirak edin və əmin olun ki, mütləq qələbə sizin olacaq. Vəssalamu aleykum və rəhmətullah.